Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 26-cı paragraf, yəni yenidən qurma siyasəti, Qarabağ münaqişəsinin başlanması. Deməli, 1985-ci ildə Sovet İttifaqı Komünist Partiyasının rəhbəri olur Mixail Qarbaçov və o sürətləndirmə konsepsiyasını irəli sürür. Sovet İttifaqı Komünist Partiyasının Mərkəzi Komitəsinin 1987-ci il yanvar plenumunda aşkarlıq və demokratiya xətti qəbul olunur. Nəticədə Qarbaçovun addımları insanların iqtisadi həyatının, iqtisadi durumunun sürətlə aşağı düşməsinə səbəb olur. Və Komünist Partiyasının da nüfuzu sarsılır artıq. Və ermənilər arasında da ekstremizm siyasətləri də artırdı. Bu ekstremizm siyasətində nədir? Bu siyasətdə deməli ifrat görüşləri, tədbirlərə meyl deməkdir bu. Və Heydər Əliyev də hansı ki bu vəzifələrindən uzaqlaşdırır, Sovet İttifaqı, Komünist Partiyası, Mərkəzi Komitəsinin siyasi bürosuna axı üzv olmuşdu, həmin o üzvlük vəzifəsindən və bir də ki, SSR Nazirlər Sovetinin sədrinin birinci müavinin vəzifəsindən istefa verməli olur. Çünki onun bu vəzifədə olması, yəni Sovet İttifaqında ən yüksək vəzifələrdə olması ermənilərin öz məkirli planlarını həyata keçirilməsində ən böyük maneə idi. Ona görə də o uzaqlaşdırılır. Və soydaşlarımız Ermənistanda mənəvi, həm də elə psixoloji təzyiqlərə məruz qalırlar. Ona görə də onlar Qafan və Mehri rayonlarından artıq yüzlərlə Azərbaycana pənah gətirir. Onlar da ki, əsasən Bakıda bir də Sumqayıtda məskunlaşdırılır, yerləşdirilir. Və İrəvan və Xankəndindəki erməni millətçiləri də əvvəlcə deməli öz soydaşlarının qanını tökürlər, sonra isə bunu Azərbaycanlılar edibdir deyə, yəni Azərbaycanlıları günahlandırırlar. Sonra da buna uyğun da deməli təbliğat kampaniyasına başlayırlar. Düzdür, bu onların çox əsirli, çoxdankı etdikləri bir şeydir. Və 28-29 fevral tarixində, 88-ci il 28-29 fevral tarixində Sumqayıtda belə bir ixşaş oldu və ixşaşın əsas təşkilatçısı isə deməli özünü Azərbaycanlı kimi təqdim edən Paşa ləqəbli erməni idi, Qriqoryan. Deməli bu belə bir qırğınlar həyata keçirmişdi və Moskvada bu hadisələrdə hər iki tərəfin rəhbərliyini günahlandırır. Ona görə də rəhbərliyi vəzifədən uzaqlaşdırmaqla, yəni onları dəyişməklə həll olunacağını düşünür. Hər iki tərəfin rəhbərliyi dəyişir. Bizdə Kamran Bağırov idi 1982-dən 88-ə qədər. 88-ci ildə isə Əbdürrəhman Vəzirov deməli gətirilir. Amma bu Əbdürrəhman Vəzirov ana dilini heç yaxşı bilmir. Yəni ahənin adət-ənənəsinə, nə bilim dilinə, hər bir şeyinə demək olar ki, uzaq biridir. Onun haqqında da yəni məlumatlar vardı ki, nə dərəcədə yəni xalq onun uzaq olduğunu bildiyi üçün onu artıq istəmirdi. Və eyni zamanda bu Ermənistandan deportasiya, sonra Topxana meşəsində ermənilərin sənaye obyektləri düşməsi, sonra bu ermənilərin separatçılığına qarşı yəni mübarizə aparılmaması, onların qarşısının alınmaması artıq buradakı gərginliyi daha da artırmışdı. Və həmin ilin, yəni 88-ci ilin noyabrın 17-sində Lenin indiki Azadlıq meydanında miting başlayır. Həmin gün tariximizə bilirsiniz, Milli Diksəliş günü kimi daxil olur və paytaxtda və digər yerlərdə də komenda saatı tətbiq olunur. Ermənistan ermənilər üçündür şüarı səsləndirilir. Amma bu ən zorakı üsullarla həyata keçirilir. Bu ermənilər üçündür şüarı ən zorakı üsullarla həyata keçirilir. Sonra 1989-cu ilin yanvar ayında deməli SSR Ali Sovetinin Rəyasət Səhiyəsinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə komitəsi yaradılır. Və Respublika orqanlarının deməli vilayətin idarə olunmasından faktiki olaraq uzaqlaşdırılmış olur. Və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanla bütün iqtisadi, siyasi və mədəni əlaqələri kəsilir. 1989-cu ilin sentyabrın 23-də isə Ali Sovetinin növbədə kənar sessiyası olur və burada da Azərbaycan Ali Soveti deməli Azərbaycan SSR-nin suverenliyi haqqında konstitusiya qəbul olunur. Bu qanunda deyilir ki, deməli Azərbaycan SSR-in qanunları Respublika ərazisində yəni aliliyi təmin olunur və onun razılığı olmadan sərhədləri dəyişdirilə bilməz. Baxın, bunun tarixini dəqiq yadda saxlayın. 1989-cu ilin sentyabrındadır bu və nə deyilir? Suverenlik haqqında qanundur bu. Və
Bu qanun qəbulundan sonra isə Moskva artıq respublikanın təzyiqi altında, deməli 1989-cu ilin noyabrında həmin bu xüsusi idarə komitəsini ləğv edir. İzahımız bu qədər, sağ olun.